Bağışlayan və mehriban olan Allahın adı ilə. Allahın salam və salavatı olsun Həzrəti Muhammed sallallahu aleyhi və səlləmə və onun pak əhl-i beytinə. Xoş gördük sizi, əziz və hörmətli Zuhur TV iştirakçıları. Bugün də Quran İşığı verilişində yeni bir layihə ilə sizin qarşınızdayıq. O dəyərli, o qiymətli vaxtınızı sərf eləyib bizə baxdığınıza görə sizə dərin hörmət və minnətdarlığımızı bildiririk. Bugünkü mövzu Quran elmlərində öz başına, özündən ixtiyarsız ictihad səviyyəsinə yetişmək və yaxud hansısa ayəni təfsir edib öz istədiyin kimi başa düşmək barəsində bir mövzu hazırlamışıq və bu mövzunu qısa da olsa istəyərdim ki, həmin bu verilişdə mən siz əziz, hörmətli izləyicilərə qısa da olsa məlumat verin bu haqda. Allah Təbarək və Teala Quran-ı Kərimin İbrahim surəsi 4-cü ayəsində buyurur ki: وَمَا أَرْسَلْنَا مِنْ رَسُولٍ إِلَّا بِلِسَانٍ قَوْمِهِ. Allah buyurur ki, biz bütün qövmlərə peyğəmbər göndərdik və onları öz dilində danışa biləcək peyğəmbəri seçdik ki, həmin qövmlə peyğəmbər arasında şəkk şübhə qalmasın. Bugünkü günümüzdə, bugünkü əsrimizdə bəzi bizi narahat eləyən məsələlər var ki, xüsusən də dindar təbəqəni, müsəlman təbəqəni çox narahat eləyir və qlobal şəkildə bu məsələ cəmiyyətimiz arasında özünə məxsus yer tutub. Hansı məsələdir bu məsələ? Bu məsələ bir qrup şəxsiyyətin, bir qrup insanın özündən və eyni zamanda Qurandan xəbərsiz olması və özlərini peyğəmbər adlandırması və ilə axır müəyyən özlərinə adlar qoymaları, hansısa bir cəmiyyət içində olan məsələləri müzakirə eləmələri və onların Quran-ı Kərimi səhv başa düşmələri barəsindədir. Gördüyümüz kimi Allah Təbarək və Teala Quran-ı Kərimin İbrahim surəsi 4-cü ayəsində buyurdu ki, hər bir qövmə öz dilində danışa biləcəyi qədər, onları başa düşüb və onları başa sala biləcəyi qədər, yəni Allah Təbarək və Teala çox incə bir məsələyə toxunaraq buyurdu ki, onlara həmin qövmdən peyğəmbər göndərdik. Yəni mümkün deyil ki, hansısa bir qövmə peyğəmbər gələcək, onu Allah Təbarək və Teala başqa bir qövmdən seçsin ki, onların dilini danışa bilməsin və ilə axır onları başa sala bilməsin. Bu da Allahın sifətlərindən uzaqdır. Allah heç bir kəsə zülm eləməz. Mümkün deyil ki, Allah Təbarək və Teala kiməsə zülm eləsin və onun haqqına təcavüz eləsin. Bu ayə ilə başlamaqda məqsədim bu idi ki, açıq-aşkar gördük ki, Allah Təbarək və Teala və bu qismdə ayələr Quran-ı Kərimdə çoxdur ki, Allah buyurur ki, mən peyğəmbər göndərdim və sən sonuncu peyğəmbərsən, səndən başqa peyğəmbər gələ bilməz və ilə axır müxtəlif Quran ayələrində Allah Təbarək və Teala zikr eləyir ki, ya Rəsulüm, səndən sonra peyğəmbər yoxdur və sən peyğəmbərlərin sonuncususan. Və bizə də tövsiyələr olunur ki, həmin o peyğəmbərdən dəyərli şəkildə tərbiyə və ibrət götürək. Digər bir məsələdə, əgər desək ki, həmin o şəxsiyyətlər ki, özlərini peyğəmbər adlandırırlar və yaxud Quranda səhv ictihad və səhv təfsir elədiklərinə görə özlərinə peyğəmbər deyirlər. Təbii ki, bu elmi mövzudur və bu mövzuda mümkündür ki, çox sayda veriliş hazırlansın və çox sayda söhbətlər aparılsın. Onların öz iddialarına görə Rəsul və Peyğəmbərin arasında böyük fərqlər var və yaxud Rəsul və Nəbinin arasında fərqlər var. Düzdür, əqidəvi nöqteyi nəzərdən bu kəlmənin lüğəti, orfologiya əsasən arasında çox böyük fərq var. Yəni, lüğətə müraciət eləsək, Rəsulla Nəbinin arasında fərq vardır. Rəsul odur ki, Allah elçi göndərib və Nəbi budur ki, Peyğəmbərdir, artıq Allahın mürsəl seçilmiş Peyğəmbərindən biridir. Amma bu məsələ
Allah təbarək və Taalanın qəsdində və onun ki, Allah buyurur ki, alimul qeybi və şəhadə, Quran ayəsinə əsasən Allah bütün elmi qeybi biləndir. Məqsəd bu ayələri zikr eləməkdə Allah təbarək və Taalanın bu ayələri deməsində məqsədi budur ki, Rəsul və Nəbidə bu məsələdə heç bir fərq yoxdur. Yəni, heç kəs özünə səhv, hansısa ayəni götürüb səhv bir şəkildə ictihad edib özünü Rəsul və yaxud Nəbi adlandırmasını qeyri-mümkündür. Bu da onu göstərir ki, həmin dar düşüncəli insanların və İslam marifindən zəif olanların və savadsızlıq dərəcəsində yetişənlərin aqibəti bu cür olmalıdır. İbrahim surəsinin 1-ci ayəsinə baxaq ki, o şəxslər özlərinə ad qoyublar, biz Peyğəmbərik, biz İbrahimciyik, biz filanıq və dəlil olaraq Qurana qayıdırlar. Niyə görə Qurana qayıdırsınız? Niyə görə məhz Qurandan dəlil gətirirsiniz? Bir halda ki, deyirsiniz ki, müsəlmanlar bizə işğal gətirməsinlər, bizdə səhv tutmasınlar. Əgər siz İbrahim Peyğəmbərin davamçılarısınızsa, niyə görə məhz İbrahim Peyğəmbərin dediyinə əsasən dəliliniz yoxdur? Niyə görə dəlil üçün Qurana qayıdırsınız? İbrahim surəsinin 1-ci ayəsində Allah təbarək və Teala Qurani Kərimdə buyurur. Buyurur ki, Bismillahirrahmanirrahim. Əlif, lam, ra. Kitabun ənzəlnahu iləykə lituxricən nasə minəz-zülümatı ilən-nur. Biizni rabbihim ilə sıratil əzizil həmid. Sadaqallahul aliyyul azim. Allah buyurur ki, bu Qur'anı göndərdim ki, insanları, ey mənim Peyğəmbərim, insanları bu Qur'anın vasitəsilə və Allahın izni ilə Allah istəyən həmd yoluna, əziz yola, gözəl yola çəkəsən. Açıq-aşkar dəlildir Qur'an-ı Kərimlə bizə. Allah heç bir bəndəsini istəmir ki, Quranın vasitəsilə zəlalətə getsin. Hərçənd ki, o bəndə özü ictihad eləyərək, səhv ictihadın nəticəsində özünü aparıb zülmətə salıb. Açıq-aşkar dəlil göstərir bizə. Və yaxud Peyğəmbəri hansısa bir bənzətmə ilə bənzətsinlər ki, Peyğəmbərlik qurtarmayıb. Quran-ı Kərimə ayələrinə əsasən Peyğəmbərlik davam eləyir. Səhvdir bu fikir. Allah Quran-ı Kərimdə buyurur ki, Xatəmən Nəbiyyin, sən Peyğəmbərlərin sonuncususan. Onlar isə bu ayənin təfsirində öz rəylərini üstün bilərək bu cür fikir irəli sürüblər. Buyurublar ki, Allahın qəsdi, nəuzubillah, və qiyamət günü buna görə cavabdehlik daşıyırlar. Mümkün deyil ki, insan Allahın əvəzindən danışsın. Allah Teala özü bilir hansı ayəni zikr eləyib, onun haqqında özünün məlumatı var və insanlara düzgün şəkildə bunun çatmasına görə Həzrəti Peyğəmbəri vasitəçi qərar verib və Peyğəmbərdən sonra Əimmətül Əthar, məsum imamlarımızı Allah Təbarək və Teala Qur'anla insanların arasında vasitəçi qərar verib. Bilmədiyimiz ayələri onların qapısına gedib soruşmalıyıq. Onlara müraciət eləməliyik bilmədiyimiz ayələrə görə. Amma bəzi insanlar özləri ictihad səviyyəsinə çatıb, özləri Quran ayələrini istədikləri kimi təfsir eləyib, sonra isə bir məqama yetişirlər ki, deyirlər biz Peyğəmbərik və yaxud biz Rəsuluq. Allah Təbarək və Teala Quran-ı Kərimdə buyurdu ki, ey Peyğəmbərim, sənə bu Qur'anı, bu kitabı göndərdik ki, insanları düzgün zülmətdən nura, Allah istəyən kimi o əziz və həmd olunan yola dəvət eləyəsən. Amma insan özünü elə bir məqama aparıb salıb ki, çıxarda bilmir. Çirkabın içində batır, insan özünə ad qoyub, mən Peyğəmbərəm, mən Nəbiyyəm, mən Rəsulam. Onların fikri bu cür nə idi? Bayaqki söhbətimizdə qeyd elədik, buyururlar ki, Allahın Xatəmən Nəbiyyin deməsində məqsədi budur ki, eyni ilə üzüyün qaşı ki, son nöqtədir, amma həmin qaşın əhatə dairəsi mövcuddur. Yəni, tək qaşla üzüyü qurtarmır. Yəni, onların fikri budur. Əslən, bu fərziyyələr və bu qiyaslar hamısı batildir.
Yəni bu qiyasların əslən yeri yoxdur. İslam nöqteyi nəzərindən hansısa bir bəhs aparmağa və Qurani-Kərimə nəyisə şərik gətirib çıxartmağa, istədiyi hansısa bir fikri başa düşməyə oradan dəlalət edəcək bir fikir yoxdur. Bildiyimiz kimi əqidəmizə əsasən qiyas batildir. Amma başqa bir meyarla, ölçü meyarı ilə bu ayə barəsində fikirləşsək, bu ayəni tətəbbür eləsək ki, Həzrəti Peyğəmbər üçün Allah Təbarək və Teala buyurur ki, sən xatəmən nəbiyyisən, peyğəmbərlərin sonuncususan. Yəni xətim nə deməkdir? Xətim möhür deməkdir. Yəni Allah Təbarək və Teala'nın qəsdi buradadır ki, yəni sən axırıncı möhürü vurulan peyğəmbərsən, səndən sonra peyğəmbər yoxdur. Amma Allahın sözünü inkar eləyənlər necə özlərini peyğəmbər elan eləyə bilərlər? Bir halda ki, sən Allahın hökmünü inkar eləyirsən, sən Qurani-Kərimi inkar eləyirsən, sən peyğəmbərin sonuncu peyğəmbər olmasını inkar eləyirsən, sən nə cür nə peyğəmbərsən? Və o kəslər ki, qəlblərini rahatlayıb özlərinə peyğəmbər adı veriblər, onlara bugün buradan belə bir kəlmə demək istəyirəm. Siz ki, o gözəl iddiadasınız, siz o şirin iddiadasınız, dünya sizi alıb öz ağuşuna aparıb, nə Qur'andan xəbəriniz var, nə Peyğəmbərdən xəbəriniz var. Bilin ki, özünü Peyğəmbər elan edən və yaxud özünə Rəsul deyən şəxslərin bir neçə məsələsi mütləq şəkildə olmalıdır. Birincisi budur ki, Peyğəmbər elan eləyən özünü möcüzə göstərməlidir. İkincisi, dəlil kimi gətirdiyi hər hansısa bir şey başqasının kitabına söykənməklə olmaz. Yəni sizin Qurandan gətirdiyiniz dəlillər batildir. Çünki siz deyirsiniz ki, müsəlmanlar bu cür nə deyir? Necə ola bilər müsəlmanların kitabına qayıdırsınız? Digər bir məsələ. Peyğəmbər barış və sülh üçün göndərilib Allah Təbarək və Teala dərgahından. Onun nitqi gözəl olmalıdır, onun danışığı gözəl olmalı. Amma sizdə heç birinizdə biz gözəl nitq, danışıq görməmişik. Əksinə, siz gərək əlifbadan başlayıb dərs oxuyasınız. Siz gərək Qurani-Kərimi düzgün şəkildə elə təcvid qaydalarını oxumağı biləsiniz. Sizdə bu gözəl əməlləri biz görməmişik hələ ki. Deməli, sizin iddia elədiyiniz bütün məsələlər ki, bu məsələlər ki, mən zikr elədim çərçivə daxilində, bunlar mütləq şəkildə Peyğəmbər olanda baş qaldırmalıdır. Bunların heç birini sizdə görmədiyimizə görə, deməli, sizin əməlləriniz öz özəyindən, öz bünövrəsindən batildir. Və qiyamət günü Allah huzurunda cavab verməyə hazırlaşır. Həzrət Peyğəmbər sallallahu aleyhi və səlləm hədislərin birində buyurur: Mən qalə fil Qur'ani bi qeyri ma ilmin Câə yevməl qiyamə mulcimən bilicami min nar. Peyğəmbər buyurur ki, hər kəs iddia eləsə ki, Qurani-Kərimdə elə bir elm yoxdur və yaxud təfsirini istədiyi kimi aparsa və yaxud öz başa düşdüyü kimi bir iş görsə, buyurur ki, qiyamət günü Allahın huzuruna yorğun, ləngiyə-ləngiyə, çox asta bir şəkildə onu gətirəcəklər. Gəlmək istəməyəcək, məcburi şəkildə onu gətirəcəklər. Buyurur ki, Həzrəti Peyğəmbər və onun asta-asta və yorğun, ləngiyə-ləngiyə gəlməsində səbəb var. Ya Rasulallah, nədir bunun səbəbi? Niyə görə bu bəndə bu cürünə gəlir? Həzrəti Peyğəmbər buyurur ki, bilicami min nar. Çünki öz bətnində cəhənnəm odunu daşıyır ona görə. Həmin o yorğunluğun əlaməti cəhənnəm odunudur ki, onun bütün bədənini əhatə eləyib. İnsan qiyamət günü elədiyi səhv ictihadın yetişdiyi o mərhələnin cavabını Allaha nə cür verəcək? Nə cür Allahın huzurunda dayanıb sorğu-sual olunacaq? Ona görə tövsiyə olunur ki, keçən bəhslərimizdə də qeyd elədik, Ər-rasixunə fil-ilmi yəqulunə əmənnə bihi. Elmdə sabit qədəm olub, hər bir elmi özlərində əhatə eləyən Peyğəmbər və Ali Peyğəmbərin yanına qayıtmaq lazımdır. Onlardan soruşmaq lazımdır ayələrin bəhsi və tədəbbürü və eyni zamanda təfsiri barəsində. Ayənin arxasında gizlənən səbəbin nüzul və eyni zamanda nasix mənsux barəsində ki, ayəni hökmdən salır
bunların hamısını biz onlardan soruşmalıyıq. Biz öz-özümüzdən rəy verə bilmərik. Mümkün deyil insan özündən rəy versin Quran barəsində. Digər bir hədisdə var ki, Həzrəti Peyğəmbər buyurur ki, "Mən fəssərəl Qur'anı bi rəyihi və əsabəl haqqə fəqət əxta." Peyğəmbərdən çox gözəl və ürpəşdirici, insanın tüklərini sirkələyən, onun bədəninə zəlzələ gətirən bir hədis oxuyuruq. Həzrət həmin hədisdə buyurur ki, "Vay olsun o kəslərin halına ki, özlərindən Qur'anı təfsir eləyərlər öz rəylərinə əsasən, öz istəkləri ilə Qur'ana təfsir verərlər. Və əsabəl haqqə fəqət əxta." Güya elə fikirləşər ki, haqqa yetişib, amma böyük bir xəta eləmiş kimidir. Xəta sahibidir. O kəslər cəhənnəm əhlidirlər. O kəslər cəhənnəmdə əbədi qalanlardılar bəzi hədislərə əsasən ki, Həzrəti Peyğəmbər Səlman Farsiyə nəsihət eləyərək buyurur ki, "Ey Səlman, Qur'anı sizə əmanət tapşırıb gedirəm. Qur'andan möhkəm yapışın. Qur'an oxuyun. Qur'anı öyrənin. Qoymayın bu işdə sizdən kimsə qabağa keçsin. Və hər kəs Qur'anı öz istədiyi kimi başa düşsə və insanlara öz istədiyi kimi başa salsa, cəhənnəmdə əbədə qalacaq." İnsan elə bilir ki, bu dünya qutardı getdi də, o biri dünyada heç bir şey yoxdur. Bəzi insanlar elə fikirləşir ki, o dünyada sorğu-sual olmayacaq. Öldü, getdi, sorğu-sual yoxdur. Bəzilər tamam başqa cürə fikirləşir. Fikirləşir ki, Allaha qiyamət günü mən nə cavab verəcəm? Elə bu səbəbdən digər bir ayəyə müraciət eləsək, bu sualın cavabını taparıq. Allah Təbarək və Teala Zümər surəsinin 10-cu ayəsində buyurur ki, Bismillahirrahmanirrahim. Həl yəstəvillezine ya'lemun vellezine la ya'lemun. Ey mənim peyğəmbərim, de görün bilənlərlə bilməyənlər bərabər tutula bilərmi? Mümkün deyil. Bilməyənlər nəticədə bu cür özünə peyğəmbər adı qoyacaqlar. Bilənlər isə tamam başqa bir məqsəd daşıyırlar. Və bu ayənin təfsirində Həzrət İmam Muhammed Baqir əleyhissalam gözəl bir hədis buyurur. Buyurur ki, İnnəmə nəhnullezine ya'lemun. Yalnız və yalnız Allah ki bu ayədə buyurur ki, bilənlərlə bilməyənlər eynidirlər. Sual edir Həzrəti Peyğəmbərə. İmam Muhammed Baqir əleyhissalam buyurur ki, o bilənlər yalnız və yalnız bizik, yəni biz əhl-i beyt. Bizdən başqa Quranı düzgün şəkildə bilən yoxdur. Sonra buyurdu, وَالَّذِينَ لَا يَعْلَمُونَ أَدُوَّنَا. Hər kəs ki, Allah buyurur ki, bilənlər və bilməyənlər Həzrəti İmam Baqir əleyhissalam buyurur ki, bizim düşmənlərimizdirlər. Bizim düşmənlərimizdir. Və hədisin təkmil hissəsi təbii ki, bu bizim mövzumuz deyil. Və şiyyətuna o ulul əlbab. Və şiyyələrimiz də bizim öndə gedənlərdirlər. Ulul əlbabdırlar. Və bu bəhsimizin sonunda mən Həzrət Əli əleyhissalamın bir hədisini oxumaq istəyirəm. Bu hədis ki, mən oxuyacam, o hədisi sizin üçün zikr eləyəcəm. Bu hədis bizim bəhsimizi bütün özündə əhatə eləyir. Bütün bu danışdıqlarımızı bu hədis öz tərkibində cəm eləyir. Həzrət Əli əleyhissalam buyurdu ki, İnnəllaha təbarəkə və teala təhhərənə və əssəmənə. Həzrət Əli əleyhissalam buyurur ki, həqiqətən də Allah bizi pak qərar verdi və bizi ismətləndirdi. وَجَعَلَنَا شُحَدَاءَ عَلَى خَلْقِهِ وَحُجَّتِهِ فِي الْأَرْضِ. Buyurur ki, Allah Təbarək və Teala bizi bütün yaratdıqlarının üstündə şahid qərar verdi ki, biz şəhadət verəcəyik həmin o kəslər barəsində. Sonra isə Həzrət buyurdu ki,
və biz əhl-i beyti, Peyğəmbər və ali Peyğəmbər xanidanını Allah təbarək və teala yer üzündə hüccət qərar verib. Və cəalənə mə'əl Qur'an, Allah təbarək və teala bizi Qur'anla bir yerdə qərarlaşdırıb, bizi bir yerdə bərabərləşdirib, bizi bir yerdə tutub. Sonra buyurur ki, və cəaləl Qur'anə mə'na, və Qur'anı da bizi ilə bir yerdə qərar verib. Necə ki bizi Qur'anla bir yerdə qərar veribsə, Qur'anı da bizimlə bir yerdə qərar verib. La nufariquhu, biz heç vaxt Qur'andan ayrılmarıq. Biz əhl-i beyt heç vaxt Qur'andan kənar düşmərik. Və la nufariquhu, biz Qur'andan heç vaxt kənar düşmərik. Biz Qur'andan ayrılmarıq. Və la yufariquna, və eyni zamanda Həzrət İmam Baqir əleyhissalam buyurur ki, necə ki biz Qur'andan ayrılmarıq, Qur'an da bizi tərk eləməz, bizdən ayrılmaz. Ona görə insan nə zaman, hansı bir vaxt düz yola hidayət olmaq istəsə, gərək Peyğəmbər və ali Peyğəmbərin ətəyindən yapışsın. Ayələrə əsasən bundan başqa düz və hidayətçi qövm yoxdur. Ən düzgün və hidayətçi qövm Həzrəti Peyğəmbər sallallahu aleyhi və səlləm, onun pak əhl-i beytidir. Ki Allah təbarək və teala bizi Qur'an əhlindən qərar versin. Həqiqi əhl-i beytin buyurduqlarına əməl eləyənlərdən Allah bizi qərar versin və bizi Allah təbarək və teala qiyamət günü Qur'an və əhl-i beytlə məhşur eləsin inşallah. Elhamdülillahi Rabbil aləmin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.